Əmək və məşğulluq sahəsində ayrı-seçkilik ilə üzləşsəm hüquqlarımı necə qoruya bilərəm? Əmək məcəlləsinə əsasən əmək münasibətlərində insanların vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə, eləcə də qulluq mövqeyinə görə ayrı-seçkiliyə yol vermək olmaz. Həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlığı və əməyinin nəticələri ilə əlaqəsi olmayan digər amillər əsasında kiməsə imtiyaz və ya güzəşt vermək, yaxud hüquqlarını məhdudlaşdırmaq qəti şəkildə qadağandır. Əlilliyi olan şəxslərin vəziyyəti ilə bağlı da qanun çox aydındır. Əgər həmin şəxsin səhhəti öz vəzifəsini yerinə yetirməsinə mane olmursa və ya başqalarının sağlamlığı və təhlükəsizliyi üçün təhlükə yaratmırsa, onun əlilliyinə görə işə qəbuldan imtina etmək, vəzifədə irəli çəkməmək, işdən çıxarmaq və ya razılığı olmadan başqa vəzifəyə keçirmək olmaz. Bununla yanaşı qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olanlara, sosial müdafiə ehtiyacı olan şəxslərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə verilən güzəştlər, imtiyazlar və əlavə təminatlar ayrı-seçkilik sayılmır. Əgər işə götürən və ya başqa bir şəxs bu qaydaları pozarsa, o, qanun qarşısında məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər.